Müəyyən yaşdan sonra bəzən də gənclərdə diz ağrıları, diz oynaqlarında problemlər yaranır ki, bu da insanın həyat fəaliyyətinə mənfi təsir eləyir. Dizlərdə 4-cü dərəcəli artroz artıq endoprotez əməliyyatına göstərişdir. Lakin elə xəstə qrupu var ki, bu əməliyyat əks göstərişdir və ya xəstə əməliyyatdan imtina edir. Avropada endoprotez əməliyyatına alternativ, elmi sübut olunmuş yeni inyeksiya metodu tətbiq edilir. Bu metod artıq ölkəmizdə də mövcuddur. İynənin təsirinin necə olmasını real pasiyentin dilindən dinləyək. Dizlərimdə güclü ağrı əmələ gəldi. MRT elətdim, rentgen elətdim. Dedilər dizimdə qırtlaqlar yeyilib. Əlimlə baldırımı yatağıma qoydum, yatağımdan sağlardım. Çox güclü ağrılarım var idi. Həkim dedi ki, mütləq əməliyyat olmalısan, ikinci yolun yoxdur. Çox qorxuldum əməliyyatdan. Rəhmə xanımla Vüsal həkim bu iynəyi məsləhət gördülər. Onların məsləhətinə razılaşdım, iynəyi vurdurdum. Şükür olsun Allahın bugünkü gününə. Çox gözəllər. Pilləkəndə düşürəm, pilləkəndə çıxıram. İynəyi vurdurdum, evə getdim. Öz işimi gördüm. Heç bir əks əlaməti yoxdur. Bu inyeksiya əməliyyata ehtiyac olmadan ağrını azaldır, iltihabı aradan qaldırır və oynaqların hərəkətliliyini yaxşılaşdırır. Artrosamid iynəsidir, İngiltərənin ürünüdür və dünyada 4 ilə yaxındır ki, istifadə olunur. Azərbaycanda artıq 7-8 ayda istifadə edirik. Ən çox endoprotezə gedən xəstələrdə, əgər əməliyyata getmək istəmirsinizsə və yaxud da digər əlavə xəstəlikləriniz varsa, şəkər xəstəliyiniz, təzyiq xəstəliyiniz və yaxud da ürək xəstəliyi varsa, əməliyyata gedə bilmirsinizsə, bu iynədən istifadə edə bilərik. İynənin tərkibi poliakrilamiddir və biz bilirik ki, təbiətdə 100 ilə qədər ömrü var poliakrilamidin. Bunun üçün insan orqanizmində istifadə olunan hissəsində 15 il rahatlıqla endoprotez funksiyasını yerinə yetirir. Yəni, 3-cü dərəcənin sonu, 4-cü dərəcənin əvvəllərində, əgər dizinizdə artroz dərəcə olaraq budursa və diaqnoz qoyulubsa, endoprotezə getmək istəmədən tək iynə ilə 15 il olaraq bu ağrılardan, bu problemlərdən qurtula bilərsiniz. Bəs bu iynədən kimlər istifadə edə bilməz? 4-cü dərəcənin çox üstündədirsə və artıq diz sümüyündə sürüşmə varsa, bunlara olmaz. Olmaz dediyimiz nəticəsi olmaz. Proses olaraqdan və hər belə deyək, qutunun içərisində biz xəstənin yanında açırıq və qanaqramlıdır. Bu kod olaraq həmin xəstəyə aid olur. 15 il dünyanın hansı ölkəsinə gedərsinizsə gedin, bu artıq sizə aid olmuş olacaqdır və 6 iynədən ibarətdir. Eyni dizə istifadə olunur, eyni anda istifadə olunur. Xəstə hazırlanır və iynənin vurulması 3-5 dəqiqə çəkir və iynə vurulduqdan sonra xəstə çox rahatlıqla yeriyib evinə davam edib gedə bilər.